Salamlayıram sizi və bugünkü 7-ci dərsdə biz bölmələr haqqında danışacağıq. Əgər sizdə prezentasiyada çoxlu slaydlar var, deyək ki 30, 40, 50 slayd var və onlar müxtəlif bölmələrə aiddirsə, həmin slaydları PowerPoint-un bölmələr əmrinin köməyi ilə bir neçə bölmələrə bölmək olar. Rus dilində bu əmrə razdel deyirlər. Yəni faktiki olaraq siz slaydları filtrasiya edirsiniz. Bölmələr üzrə filtrasiya edirsiniz. Gəl baxaq görə bunu necə eləmək olar. Əvvəlcə bax bizdə burada gəl bu slaydı mən ləğv edeyim. Bizdə burada faktiki olaraq bir prezentasiyada 3 bölmə var. Mercedes avtomobilləri, BMW avtomobilləri və Audi avtomobilləri. Gəl şimdi mən bir balaca burada dəyişik eləyim. Yəni bura 9 dənə slayd əlavə eləyəcəyəm. 3 dənə Mercedes-ə, 3 dənə BMW-yə, 3 dənə Audi-yə və elə bil ki keçən dərsləri də biraz təkrarlayaq. Əvvəlcə Mercedes üçün əlavə edirik, kopya eləyirik və 3 dəfə 1, 2, 3 əlavə eləyirik. Gəlir sonra BMW üçün kopyalayırıq, Ctrl-C komandası ilə Ctrl-V ilə əlavə eləyirik 3 dəfə və Audi-yə Ctrl-C, Ctrl-V 3 dəfə. İndi dəyişiklik yaparaq. Birinci Mercedes üçün. Mercedes kompaniyası ümumiyyətlə BMW-yə də aiddir, Audi-yə də aiddir. Küllü miqdarda modellər təklif edir alıcılara və mən burada 3 model seçmişəm. Yəni A sinifi, B sinifi və C sinifi. Gəl adları dəyişək. A sinif yaxud ingilis dilində yazaq class. Belə gəl bunu kopyalayayım. Hər dəfə yazmamaq üçün keçirib bura. Burada eləyirik. Belə B class və burada dəyişirik, eləyirik. C class. İndi maşınları dəyişirik. Hər şeyi hazırlamışam. Keçirik lazım olan qovluğa. Haradakı avtomobillərin şəkilləri var. Tapırıq Mercedes-i. Gəlirik bura. B class. Tapırıq avtomobili. Və keçirik bura. A class. İndi mətni dəyişirik. Mətni də hazırlamışam. Word proqramındadır. Keçirik bura. Bu birinci mətn. Bu ikinci mətn. Bu üçüncü mətn. Belə. Keçirib PowerPoint-a. Mübadilə buferini açırıq. Birinci mətni yerləşdiririk. İkinci mətni yerləşdiririk. Və üçüncü mətni yerləşdiririk. Məlumatı buradan silirik. Müvəqqəti mübadilə buferini bağlayırıq və keçirik BMW-yə. Burada da 3 dənə modeli seçmişəm. İndi avtomobilləri dəyişirik. Sağ düyməni basırıq. İzmir sürüsünün şəkli dəyiş. Tapırıq BMW-ləri.
İndi mətnləri burada yerləşdirəcəyik. BMW-yə aid olan mətnləri buradan götürürük. 1 2 3 Birinci mətni yerləşdiririk. Mübadilə buferini açırıq. Keçirik ikinci maşına. Buradan yerləşdiririk ikinci maşını. Keçirik üçüncü maşına. Seçirik. Və buradan üçüncü maşını yerləşdiririk. Mübadilə buferini silirik. Müvəqqəti bağlayırıq və keçirik Audi'yə. Maşınların adlarını dəyişirik. A1 A2 və A3 maşınları burada yerləşdiririk. A3 A2 və A1 İndi mətni dəyişirik. Birinci maşın, ikinci maşın üçün mətn və üçüncü maşın üçün mətn. Word proqramını bağlayırıq. Daha bizə lazım deyil. Mübadilə buferini açırıq. Birinci mətni yerləşdiririk. İkinci mətni yerləşdiririk və üçüncü mətni yerləşdiririk. Və məlumatı buradan silir. Bax belə. Hazırlıq işləri gördük. Artıq bizdə 3 dənə mövzu var və 3 mövzuda 12, yəni 4 slaydlar var. İndi bunları necə bölmələrə yerləşdirmək olar? Başlayaq aşağıdan. Bu 4 slaydı götürürük. Yuxarıdan da başlaya bilərsiniz, amma mən bilən aşağıdan eləmək rahatdır. Burada BMW-dir, burada Audi'dir. Onları ayıran bu boş yerdən mışqanın sol düyməsini basırsınız. Qırmızı belə xət gəlir. Keçirsiniz. Home bölməsində razdel, yəni bölmə seçirsiniz. Добавить razdel, yəni bölməni əlavə et. Burada yazılır razdel без заголовка, yəni bölmənin başlığı yoxdur. Əgər başlıq vermək istəyirsinizsə, sağ düyməni basırsınız və buradan переименовать razdel, yəni bölmənin adını dəyişirik və fikir verirsiniz. Həmin əmri yerinə yetirən kimi aşağıda olan 4 dənə slayd qırmızı çərçivə ilə əhatə olunur. Bu o deməkdir ki, bu 4 slayd həmin bu bölmənin içindədir. Gəl adını dəyişək. Burada yazaq, deyək ki, Audi. Eyni əməliyyatı BMW üçün eləyirik. Keçirik yuxarı. Burada Mercedes'dir, burada BMW-dir. Onların arasında olan boş yerdə sol düyməni basırıq mışqanın. Xət gəlir. Razdel, добавить razdel. Bölməni əlavə eləyirik. Bölmənin adını dəyişirik. Yazırıq burada BMW. Переименовать, yəni adını dəyiş. Keçirik bura. Və yazırıq Mercedes. Əgər istəyirsinizsə, burada da giriş hissəsində də dəyişiklik yapara bilərsiniz. Deyək ki, belə deyək, giriş yazaq. Giriş. İndi tutalım ki, siz filtrasiya aparmaq istəyirsiniz və ekranda yalnız konkret bir
bölməni görmək istəyirik. Fikir verin, bütün bölmələr bizdə açıqdır. Bir əmrlə razdel, yəni bölmədən seçirsiniz bu əmri. Svernutsiya, yəni bütün bölmələri bağla. Görürsünüz? Açmaq istəyirsiniz hamısını razvernutsiya. Əgər bir-bir açmaq istəyirsinizsə, onda bu üç bucağa basırsınız, Mercedes açmaq istəyirsiniz. Üç bucağı basırsınız və yalnız Mercedes-ə aid olan slaytlar görsənir. Bağlamaq istəyirsiniz, bağladınız. Audini açmaq istəyirsiniz, onun qabağında olan üç bucağı basırsınız və Audiya aid olan slaytlar açılır. Slaytların adını dəyişə bilərsiniz, ləğv eləyə bilərsiniz, nəsə əlavə eləyə bilərsiniz. Görürsünüz, adını dəyişə bilərsiniz, yox eləyə bilərsiniz. Bütün bölmələri yox eləyə bilərsiniz. Bundan başqa, keçirik vid menüsuna və buradan Sortirovщик slaydov əmrini seçə bilərik. Və fikir verirsiniz, bu slaydlar ekranda belə yerləşir. İstəsəz slaydlar yerlərini dəyişə bilərsiniz. Hangi belə. Üstə gəl, bölmələrin yerində dəyişə bilərsiniz. Gəlirsiniz, bağlayayım hamısını. Tutan ki, Audini BMW-nin qabağına çəkmək istəyirsiniz. Seçirsiniz və sol düyməni buraxmadan dartırsınız yuxarı. Biraz yuxarı dartmaq istəyirsiniz, dartırsınız yuxarı. İndi Audi ikinci olur. Adi rejimə qayıtmaq üçün обычный, yəni adi rejimi seçirsiniz və fikir verirsiniz, Audi artıq yuxarıdadır. Görürsünüz, Audi birincidir. Eyni əməliyyatı buradan da eləmək olar. Seçdiniz və qaytardınız Audi'nin öz yerinə. Yəni dördüncü mövqeyə. Bax, bu əmrlə, yəni razdel əmri ilə prezentasiyanın içində slaytları filtrləmə eləmək olar. Yəni, faktiki filtr rolunu oynayır. Əgər sizdə prezentasiyada bir neçə bölmə varsa, konkret halda bizdə 3 dənə bölmə var. Razdel, yəni bölmə komandasını istifadə edib lazım olan məlumatı qruplaşdıra bilərsiniz. Yaxud bölmələrdə yerləşdirə bilərsiniz. Bununla bugünkü dərsimiz sona çatır. Bugünə bu qədər. Təşəkkürlər.